Mən heç bir vaxt bir vəzifə üçün mübarizə aparmamışam. Heç bir vaxt. Və elə genç vaxtından elə işləmişəm, bir də görüb çağırırlar ki, səni ora qoymaq istəyəcək. Yox, elə tezdir. Neçə dəfə olub, mənim yadımdadır. 52-ci ildəydi. Mənim 29 yaşım vardı. Məni çağırdılar, Naçalnikim kontrrazvedkada KGB Azərbaycana. Hələ Stalin vaxtındaydı. Bilirsiniz, bu dəhşətli bir şeydi. O vaxt 29 yaşında belə vəzifədə oturmaq, özü də ki, o vaxtları burada bu KGB, onda KGB idi, MGB deyirlər. MGB'də hamısı Ruslardı, Cuhudlardı, Ermənilərdi falan. Azərbaycanlılar parmağına sayma olardı. Ancaq haqqı demək lazım. Heç kəsimdə yoxdu. Mən burada gedib orada patvollarda yaşayırdım onlar. Evim də yoxdu. Mən çağırdılar ki, sən Naçalnik kontrrazvedk qoyacaq. Ben dedim yok olmaz, ben gidebilmem bura. Uyan geldim oturdum, gece fikirləşdim. Əşi mən nə cür bu işlər aparam, qotların içində nə cür mən işləyə bilərəm, nə tər ola bilərəm. Ama sonra mən qoydular. Qoyandan sonra bunlar hamısı mənim əlimin altında öyle işləyirlər ki, elə bir ki, məndən məşləbdir. Demək istəyirəm ki, mən heç vaxt vəzifə uğruna mübarizə aparmamışam, vəzifə hərisi olmamışam, istəməmişəm. İndi də ki başıma bu iş geldi, çıktım getdim Naxçıvana bir belə ədalətləri gördüm, her şeyden incidim. İnsanlardan da incidim, həyatdan da incidim, elə Komünist Partiyasından da incidim, hamısından incidim. Çünkü mən bir belə ki bu Komünist Partiyasına xidmət eləmişdim, mənə bir belə hörmətsizlik elədilər, bundan mən nə razı ola bilərdim. İncidim, çəkildim, kənara getdim, bir uzaq yerdə oturdum. Ancaq yenə də məni həyat dartdı gətirdi. Və həyat dartdı gətirdi. Geldim o adamlarla rastlaşdım hamısını. Mənim onların qarşısında yüzüm açıqdı, aldı. Heç kəsin qarşısında hiçbir şey yoktu. Çünkü heç bir kəsə bir pislik eləməmişəm. Heç bir kəsin həyatına bir pis iş görməmişəm. Hamısına kömək eləmişəm, hamısına vəzifə vermişəm, hamısına ev vermişəm. Hamısına nə bilim cürbəcür şəraitlər yaratmışam, falan eləmişəm. Birindən bir kəpək mən pul görməmişəm. Yani ben görmək də istəməmişəm, benim xasiyyətim olmayıbdı. Biri deyə bilməz ki, Heydər Əliyevə mən bir dənə şəxsi xidmət eləmişəm, hiçbir şey yok. İndi bunu deyəndə bəzi adamlar da təəccüblənir. Mesela mən əgər indiyə qədər bu Bakıdakı evlərin yarısından çoxunu mənim vaxtımda tikilib, mənim yaşamağa yerim yoktu.